Uşaqlar salam. Test 25-ə baxırıq. Birinci sualın izahını Firuzə ver. Firuzə birinci sualın izahını ver. Burada deyir ki 14'ten böyük 25'ten kiçik üçə bölünən ədədlərin çoxluğunu tapın. Hı -hı. Burada şey olacaq. 8, 21, 24, 27. 27 10 25-dən kiçikdir. Böyükdür. Deyir 14-dən böyük 25-dən kiçik. Ha 25'ten kiçik deyir. Onda Yazmamısan olacaq. ev işin. Yazmışam. Y variantıdır burada. 15, 18, 21, 24. D variantında 16 var, gedir. C ilə B'də 27 var, ona görə götürülmür. B'də də 12 14-dən böyük deyil, ona görə götürülmür. Doğru cavab Y variantı. İkinci sual. Məhərrəm izah elə ikinci sualı. Məhərrəm. Məhəmməd sən izah elə. Kimin adını çəkirəmsə tez açsın, izah eləsin. Vaxt gedir. Hə, müəllim, indi açdım. Sadə vuruqlarına ayırıq da. De görüm neçə olur? Gözlüyüm, baxın görüm. Mən sənin Altı üçün bax müəllim, lövhədə buyurun. yazırım. Altıdır 360-ın mənim sadə vuruqları. Yox, ümumiyyətlə bir dənə sadə vuruqları hansıdır? 360-ı nəyə bölürük? 2-yə 180, onu da 2-yə bölürük. Mhm. Sonra bir dənə də bölürük. 45, Hə, Sonra? 45-də 3-ə 5, 5, 1. 15, 5. Altdan o. Bəli, altda sadə vuruq var. Hə. Sadə vuruq deyəndə uşaqlar hamısını götürürük. Məhəmməd səsi bağla, səs yoxa verməsin. Məhərrəm. Yaxşı. Sadə vuruq deyəndə hamısı götürülür. Sadə bölən deyəndə müxtəliflər götürülür. Natural bölən deyəndə isə qüvvətlərin üzərinə bir gəlib bir-birinə vururuq. Tam bölən deyəndə də natural bölənləri 2-yə vururuq. Qarşılıqlı sadə də deyəndə düsturu A vurulsun, bir çıxılsın A-da 1, B-də 1, C-də 1 olan düsturuydu. Bunların hamısını birdən deyirəm ki, elə uşaqlar bunları qarışdırır. Üçü mən deyim müəllim. Tez Zeynal. Sahəsi 360-dır, eni 12-dir, uzunluğu 30-dur. Perimetrdə 12 ilə 30 topluruq, eləyir 42, vururuq 2-yə 84, A bəndi. Bəli, bəli. Sahəni enə böləndə uzunluğu tapırıq. Perimetrdə tapanda toplayıb 2-yə vururuq. Doğrudur. Dördüncü tapşırıq. Rahat yolla, dördüncünü uzatmadan, Deyir rahat də. yolla. De görüm. Deməli, burada S9-u 72 verib. A1 toplu A9 bölü 2 vur 9 72-dirsə, A1 toplu A9 bölü 2-də A5-i verir. A5 vur 9 72, A5 də ki 8-ə bərabərdir. D variantı. Bəli. Deməli, cəm düsturu A1 plus AN bölək 2 vuraq N-dir. Mən dedikcə düsturlarda qeyd edirəm. Kimisə yadından çıxıbsa təkrarlasın. Bu ədədi silsilən cəm düsturudur. Birimiz A1-imiz də yoxdur, A9-umuz da yoxdur. Amma A1 üstə gələ A9 bölü 2-ni biz bilirik ki, A5-ə bərabərdir. Çünki bunların ortasında duran ədəd A5-dir. Deməli, ədədi ortalarda A5-dir. A5 vur 9 72-dirsə, A5-ə tapanda 72-ni 9-a böldük. Doğru cavab düzdür. Yəni 8 oldu. Dördüncü sual getdi. Beşinci sual. Ekranı biraz Deyim mən. balacalaşdırım. De Deyim. Vəfa, de. 5-ci sualda 0.2 onda 2-dir 5-də 1-dir. Yəni 5 üstü mənfi 1 kimi Bəli, yazsam. onda 2-ni 5 üstü mənfi 1 yazıram. Sonra? Mənfi x mötərizədə x kvadrat çıxan olur. O da 5-lər eyni olduğu üçün mənfi x kvadrat üstə gəlsin 10.
böyükdür 3x-dan olacaq. Gözlə. 5-in üstündə mənfi x kvadrat üstə gələk 10 Böyükdür 3x. böyükdür 5-in üstündə 3x. Əsas birdən Hı. böyük olduğuna görə əsaslar gedəndə Hı. bərabərsizliyin işarəsi, yəni böyükdür işarəsi dəyişmir. Belə böyükdür olaraq da qalır. Hı. Hı. Sonra heç nə böləci mənfiyə bölüb onu bu tərəfə keçirdəndə x kvadrat üstə gəlsin 3x çıxı 10 alır, kiçikdir 0-dan. O da mənfi 5 ilə 2-nin arasında olur. Cavab da 6-dır. Yəni Hasili arasındakı mənfi ədədlər 10. sayısı. Hasili mənfi 10 cəmi mənfi 3 olan ədəd hansı oldu? Mənfi 5 və 2 olur. Mənfi 5 və və 2. 2. Hər hansı bir sıfır sınaq nöqtəsi götürsək, aparıb yerində yoxlasaq, görəcək ki, ödənir. Ona görə cavab -5 2 aralığı oldu. Səndən də neçə tam həlli var deyir. Neçədən ədəd oldu bunların 6 arasında ədəd olur. yerləşən? Bəli, 6 6 dənə ədəd olur. Doğrudur. 6-cı sual törəmədi. 7-ci sual. Deyim mən. De Aysu. De Elvira. Elvira denə. Çarpaz vururuq 15 üstəcə x bərabərdir 20-yə. X-imizi burada 5 tapırıq. 10 vaid böyük dedikdə də üstünə 10 gəlirik 15 edir. Bəli. Doğrudur. 9-u deyim, 8-i. De Aysu. Gözlə bir 8 ekrana gətirim. Yaxşı oldu. De. Deməli, orada aşağıdakı məxrəci 0-dan böyük eləməliyik. Deməli, 1/6 çıxılsın 0/2x böyükdür 0-dan. Mənfi 0/2x böyükdür mənfi 1/6-dan. X kiçikdir 8-dən. Mənfi sonsuzluqdan 8-ə kimi C variantı. Bəli. Deməli, təyin oblastı funksiyada x-a görədir. Əgər burada x kökün altındadırsa, mənfi ola bilməz və məxrəcdədirsə, 0 ola bilməz. Ona görə biz həm kökün altında, həm də məxrəcdə olduğuna görə böyükdür 0 götürdük. Böyükdür, yəni bərabərdir 0 ola bilməz və mənfi də ola bilməz. Cavabımız da 8-dən kiçiklər. C variantı. 9-u deyim mən. Camal. Orada mənim müstəvin h bərabərdir 12-yə, 60 dərəcə bucağı qarşısında duran katet 12-dirsə, hipotenuz olur 8 kök 3. Bəli. Deməli, qaydaya görə müstəvidən 12 sm məsafə dediyinə görə hündürlüyümüz 12-dir. Müstəvi ilə 60 dərəcəli bucaq əmələ gətirən maillik betonuzdur. Mailimiz bax bu ikinci qaraladığım xəttdir. Və 60 dərəcəli bucaq əmələ gətirir. Yoldaşımız da deyir ki, 60 dərəcəli bucaq əmələ gətirdiyinə görə 60-ın qabağında duran KT kiçik KT-din kök 3 mislidir. Böyük KT-din də yarısının kök 3 mislidir. Ona görə 8 kökdə 3 doğrudur. 10-cu sual. Deyim mən. Əsmər Deyim. dinər. Burada tənliklər sisteminin sonsuz sayda həlli var deyirsə, onda A böl 2 bərabər olacaq M böl 4, o da bərabər olacaq 6 böl B-yə. Buradan 4A-nın hə olsun elə. Onda olacaq 2A bərabərdir M-ə. Sonra da A üstəgəl M-i 3 veribdi. Orada yerinə qoyanda A-nı 1 tapırıq. 3A bərabər 3 A bərabərdir 3, A bərabərdir 1, M də 2 eləyəcək. Sonra 2-nin 4-ə nisbəti 6-nın B-yədirsə, B-də 12-ni tapacağıq. Sonra da axırda hamısının cəmini istirdiyi 15 eləyir. Doğrudur, afərin. 11-ci tapşırıq. Uşaqlar, Mənim 11-ci müəllim. tapşırıqda 4,8 olmalıdır. Burada vergül 4,8-in arasında olmalıdır. Deyəsən, çap səhvidir. De, Məhəmməd. Mən orada birinci modulda Z tapırıq. Kök altı bütün kvadrat üstə 4-ün gəlirik. Oradan 5 çıxır. Deməli, modulda Z sən deyirsən ki, müəllim 3-ün kvadratı üstə gələk 4-ün kvadratı, yəni 5-dir. Doğrudur. Ona görə 1 bölünsün, Z üstü mənfi 1 bilsən də nədir? 1 bölünsün Z-dir. Əgər səndə modul 5-dirsə, modulun tərsi də 5-də 1 olacaq. Bunu tapdıq. 9,2. Sonra, bəs Z üstü xətt nə deməkdir? Qoşması. Z üstü xətt 3 çıxılsın 4 idi.
Qoşmasının da modulu həmişə özünün moduluna bərabərdir. Çünki kvadratların toplayanda kök altında elə eyni şey eləyir. Yenə də 3-ün kvadratı üstə gəlinsin 4-ün kvadratı 5. Beş. Sonra da bizdə nə istəyir? Hacı orada 4/8 edir. Bəli, 5 çıxılsın 0,2, 4,8. 48 düşüb 4,8 olmalıdır. 12-ci sualda da uşaqlar səhvlik var. Deyim Yəni siz müəllimə. cavaba baxmadan deyək. Aysu Şabanova denən. 12-də tangens kvadratı 2 alfanın yerinə 1 bölünsün kosinus kvadratı 2 alfa çıx 1 yazırıq. Gözlə. Çıxılsın 1 bölünsün. Aha, çıx 2 1. alfa. 2 alfa çıxılsın 1 çıxılsın sinus x bərabərdir. 1 bölünsün kosinus kvadratı 2 alfa çıx 1,5. Hı hı. O da 1 bölünsün kosinus 2 alfa, kosinus kvadratı 2 alfa israf gedəcək. Qalacaq mənfi sinus x bərabərdir. Mənfi 0,5-ə. Hı hı. Oradan da sinus x 2-də 1-dir. X-də da bizdə tənlik mənfi 1 üstü k, arc sinus alfa üstəcə pn idi. Burada da mənfi 1 üstü n, pi bölünsün 6 üstəcə pi k olacaq. Hı hı. Onda cavabımız nə olacaq? Burada Mənfi mənfi bir müsbət üstü nə n. verib? Hə, o səhvdir, cavablara baxmırıq. Sinus 2-də 1-i harda alır? 30-da Pi bölünsün 6 6 üstə, üstə gəlinsin. üstəcə pi k. Pi n yazmışamsa pi n də Hə, gedir. Doğrudur. Variant, yəni variantlarda səhvlik var. 7 variant. 13-cü tapşırıq. Mən deyim. De Fatimə. Aram-aram de, şəklini də çəkim mən. Yaxşı müəllim. Deyir ki, düz prizmanın oturacağının diaqonalları 12 və 16 sm olan rombdur. Prizmanın hündürlüyü 7 sm olarsa, onun yan səthinin sahəsini tapın. Əgər diaqonallarımız 12 16-dırsa, D1 kvadrat üstəgəlsin D2 kvadrat bərabər 4A kvadratdan bunun tərəfini tapırıq. 144 üstəgəlsin 256 bərabər 4A kvadrat. 4A kvadrat bərabər 400, A kvadrat bərabər 100, A-mız 10 olur. Hı -hı. Düz prizmanda yan səthin sahəsi bərabərdir P oturacaq vurulsun H olduğu üçün Hı -hı. P oturacağımızda 10 vurulsun 4 40 olur. Hündürlüyü 7 verib 40 vurulsun 7 280 sm Aferin. kvadrat. Aferin. Doğrudur. Sən dediyin düsturla da olar ya və yaxud da mən lövhədə də yazmışlar. Rombun diaqonalları perpendikulyardır, tam böləndə və yarıya bölünür. Ona görə diaqonallar 12 16-dırsa, yarısı 8 6 olur və Pifaqor teoreminə görə də tərəfi 10 tapdım. Və yaxud da Fatimənin dediyi düstur, D1-in kvadratı üstə gəlinsin D2-nin kvadratı bərabərdir 4A kvadratı ilə də tərəfi taparıq. Tərəfi tapandan sonra deməli yan səthin sahəsi pH düsturundan prizmanın yan səthin sahəsi, yəni oturacağın perimetri vurulsun hündürlüklə tapılır. Doğrudur. Keçək növbəti səhifəyə. 14-cü tapşırıq. İzah eləmək istəyir 14-ü. Uşaqlar, bəzən məntiqlə fikirləşirsən ki, bunu mən bir də sözdən də başlayım. 20 nəfər, əslində asan sualdır. 20 nəfər səhnəyə çıxır. İlk üçlükdə və ya ilk üçlük nə deməkdir? 1 2 3 və ya 12-dən 16-ya qədər. Baxdım bəzi uşaqlar 7-dən götürüb cavabı, bəzilər 6 ilə götürüb. Cavab burada 7 olmalıdır. 12-dən 16-ya qədər deyəndə 16-nı da götürürlər. Bildiniz? Ona görə onu yadınızda saxlayın. Adamı çaşdırır bu hissdə. 12-dən 16-ya qədər desə, bir adam elə gəlir ki, 16-ya qədər deyir, 16 niyə götürək? Amma məsələlərdə 16-ya qədər deyəndə 16 da götürülür. Deməli, burada 20 elementdən 7-si olacaq. 1, 2, 3, 12, 13, 14, 15, 16. 12-dən sonra deyirsə, 12 götürmürəm. 14, 13, 14, 15, 16. 1, 2, 3, 13, 14, 15, 16. 7 dənə. Müəllim, bu qədər söhbəti ancaq ehtimaldadır, yoxsa hər yerdə keçərli? Hər yerdə elədir, hər yerdə. 16-ya qədər deyəndə, 16-cıya qədər deyəndə 16-nın özünü götürürsən.
Oldu. Amma Çox sağ ol. gündəlik həyatda adam elə gəlir ki, axı mən bunu fikirləşəndə 16-ya qədər deyir, 16 niyə götürüm ki? Məsələn deyirəm ki, iki dənə əşya arasındakı məsafə deyirəm. Falan yerdən falan yerə qədər deyəndə o əşyanın özünü götürmürük də. Yəni məntiqlə biz həyatda bunu beləsinə götürürük. Amma məsələlərin içərisində həmişə 16-ya qədər, 17-yə qədər nə deyirsə, onun özünü götürürsən, o rəqəmin özünü götürürsən. Sən Əlifsət bunu 6 yazmışdın, 20-də 6, yoxsa 20-də 7? Ümumiyyətcə yazmamışdım bunu. Hə. Bildin də niyə topladım? Ha, bildim. Çünki 7 dənə element var. Bizə lazımlı əlverişli hallar bax bunlardır. Mümkün hallarda 20 dənədir. 15. Mən deyim müəllimə. Deyir Salə. Silindr nöqtəsinin diaqonalı köşdə 73-dürsə, radiusu da 1.5-dirsə, ümumi oturacaq olacaqdır 3. Köşdə 73-dən 9 çıxırıq, eləyir 64, oradan da hündürlüyü 8 çıxır. Bəli. Pifaqor teoreminə görə yoldaşımız deyir ki, diaqonal var, radius 1.5 isə biz radiusla getmirik. Pifaqor teoreminin oturacağın diametri ilə gedirik. Diametrimiz də 3 olacaq və hündürlüyümüz 8. Pifaqor teoremindən çıxır bu. Doğrudur. 16-cı tapşırıq. Ümid izah el 16-nı. Necə müəllim? İzah elə. 16-da deməli bərabərsizliyi bir dəqiqə. Əvvəl olduğu kimi açırıq. Aha, 5 demək kiçik bərabər x çıxsın 7, kiçik bərabər 8. Sonradan üstünə 7 gələcək ki, elə bir x-i yəni ortada tək qalsın. Üstünə 7 gələndə mənfi 2 demək böyük bərabər x böyük bərabər 15 olur. Deməli bu ədədlər aralığındakı mənfi 1, 0, 1, 2 olacaq. 4 dənə tam həlli var. İndi gəl deyək də beləsinədir. Bu birinci olduğu kimi açdım. İkincidə hər ikisinin işarəsini dəyişərək açıram. Sən də bilirsən ki, modulda işarə dəyişəndə yerlər də dəyişir. Mənfi 8, kiçik bərabərdir 2 çıx 7, kiçik bərabərdir mənfi 5. Düzdür? Hər iki tərəfə 7 əlavə edəndə mənfi 1, kiçik bərabərdir 2, bir də kiçik bərabərdir 2. Belə deyirdin? Aha. İndi bunlar arasında yerləşən bizə ədədləri istəyir. Mənfi 1, 0, 1, bir də 2. Mənfi 1, 0, 1, 2. Bəs yuxarıda da var axı. Yazın. Mənfi 1, 0, 1, 2. Sonra? Bir də 12-dən 15 olan aralığı götürürük. Aha. 12, 13, 14, 15. Neçə nə oldu? 8. 4 birində, 4-də birində 8 dənə. Ay, o 8 dənə. Keçək 17-yə. 17-ni. Rahil 17-ni denən. Rahil. 16 işləmədi, hə. 17-də loqaritma deməli Gəl mən sizə bir də yol deyim. Köşdəkini 2 üstü 1 yazdım. 16-da 2 üstü 4. Hə, 2 üstü 2-də 1. 16-da 2 üstü 4 yazdım. Oradan 8 çıxır. Aha. Sonra B-dəki deməli B-dədəki B yox. biraz yaxınlaşdıra bilərsiniz. Hə, köşdə üstü 3 üstü 2-də 1, bir də 9 üstü 3 üstü 2. Ondan da çıxdı 8. 4 çıxır. Buradan 4 gəlir qabağa, bunun tərsi gəlir qabağa, loqaritma 2-dən 2 eləyir. Bunun üstü özü gəlir qabağa, bunun da tərsi gəlir qabağa. Düzdür? Bəli. Sonra o 2-lər ixtisar edir, 4 vur 2, 8. Orada da 2 vur 2, 3-lər də ixtisar edir. Qaldı 8 çıx 4, o da eləyir 4. Başa düşdün? Bəli. 17-də oldu cavab doğrudur. 18. 18-də Deyim müəllim. Demil. Mən birincidir ki, kökdə 5 çıxılsın 2-nin tərsini. Onun tərsi 1 bölünsün kökdə 5 çıxılsın 2-dir.
Sonra dedi ki, köşdə 20 çıxılsın 4-dən hasilini tapın. Ki onu da ki 2 vurulsun mötərizədə köşdə 5 plus 2 kimi göstərəndə 2 vurur. Deməli kökdə 20-ni yazsan 2 vurursun kökdə 5 çıxdır. 2-ni çıxardıram çölə olur kökdə 5 çıxılsın 2. Düzdür? Hə. bəli, onlar da Bunlar getdilər cavab bəli. Bəli, cavab da 2 olur. Doğrudur. Hə, uşaqlar, növbətiyə keçək. Deməli, 19-cu tapşırıq. Uşaqlar, 19-cu tapşırıq dilimizin dim kitabında var. O sualda səhvlik var. Gəl o sualı düzəldim. Lövhəyə köçürdüm, sonra kimsə izah eləsin. Hı -hı. Bunu kim izah eləyər mənə? Deyim mən. Deraya. Sinüs alfa üstə gəlsin bettan atacaq. Sinüs alfa kosinüs alfa üstə gəlsin kosinüs Sinüs alfa alfa, sinüs kosinüs beta. üstə gəlsin kosinüs alfa sinüs beta. Hı -hı. Sonra çıxsın sinüs beta kosinüs alfa. Onlar ixtisar gedəcək, bölünsün sonra sinüs. Sinüslərdə ixtisar gedəndə qalır kosinüs beta. Bəli, kosinüs beta. Doğrudur. Başa düşürsünüz yəqin ki. 20-ci tapşırıq. Hı -hı. 20-ci tapşırığı kim izah eləyər? Deyim mən. Deyaysu. Paraleloqram çəkirik. İti bucağını verib 60 dərəcə. AD tərəfində 14 verib. Hı -hı. Yazırsınız. 60 dərəcə deyir ki, 9 və 5 dərəcəli 9 və 5 sm olanı ayırıb. B təpəsindən çəkilən Hündürlük hündürlük. çəkilir orada. Aha. Hə. Ora 9 yazırıq, o bir tərəfə 5. Aha. 30 dərəcəli bu qarşısında hipotenuzun yarısıdır. O da eləyir 18, o bir Aha. tərəf. Aha. Perimetrini istəyir. Perimetrdəki 2 vur 14 topla 18, o da 64. Aferin, doğrudur. Düzdür. 21-i deyim. De Ümid. 21-də deməli üstlərin hamısı 4-ə bölməliyik. Hı Məsələn -hı. 80-i 4-ə böləndə yəni qalıq qalmayacaq. Hı Eyni -hı. ilə 60-dan 24-də də. Bunların Hı elə -hı. bir 1 vurulsun, 1 vurulsun, 1 çıxılsın 3 kimi yazacağıq. O da 1 çıxılsın 3 mənfi 2 eləyəcək. Ay, sağ ol, doğrudur. 22-ci tapşırıq. Sən də görüm 22-ni. Ben bilmiyorum bunu. Yaxşı. Sübhan, buradasan? Bəli, mənim buradayım. De görüm. 22-də müəllim Hı -hı. sinüs 2 sinüs 2x bərabər kök 3 verib. Burada sinüs 2x olur kök 3 bölü 2. Hı -hı. Oradan da 2x bərabərdir Hı mənfi -hı. 1 üstü k vurulsun pi bölü 3 plus pi k. Hı Hər -hı. tərəfi 2-yə böləndə də Hı -hı. mənfi 1k pi bölü 6 plus pi k bölü 2. Bəli. Bunun hamısına 20-si deyim payı ben. K bölü 2. Doğrudur. 20-si deyim. 23 törəmədə axı. Onu nətər deyirsən sən? X-in yerinə 3 qoymuruq. Yo, F-in başında ştrix var, törəmədir. Törəmə dərsidir o. F-in başında görsən, F ştrix Tamam, 3 yazır. yaxınlaşdırıb gördüm. Hə, bax belə yazdı. Ona görə bunu buraxılışa salmırlar, düşmür. 4-ü de görüm. Amin. Sever daxilində çəkmiş buzağın dərəcə ölçüsü 42 olursa həmin qası seçini. Mən bu 2 qat olmur 84. Çevrə bəli, daxilinə çəkilən bucaq 42 dərəcə olanda qövsümüz onun 2 qatı olur, 84. 84. Doğrudur. Sonra
25. 25'i deyim mən. Demir Camal. Orada müəllim Hı hı. kiçik katet ətrafında fırlanır deyirsən. Hı hı. Şəkil çəkəndə hündürlük 6 olur, Hı R hı. 8 olur, L-də 10 olur. Hı hı. Konusun yan səthinin üstündə PRL idi. O Hı da hı. 8 vur 10 vurulsun pi 80 pi. Bəli. Ümumiyyətlə nəyin ətrafında fırlanırsa, o hissə qalır. Hipotenuz ətrafında fırlandı, hipotenuz qalır, fiqur fırlanır. Burada da kiçik katet dediyinə görə kiçik katet qalır. 6 qaldı, qalan hər şey fırlandı. Radiusumuz oldu 8, doğranımız oldu 10, düsturumuz da PRL olduğuna görə 80 pi. Doğrudur. Keçdik digər testə. Birinci tapşırıq törəmədir. İkinci tapşırıq. Yusif de görüm. Yusif. İzah elə. Tamam, deyir 6-8 vektorunun modulunu tapın. Hı hı. Kök altında 6'ın kvadratı, Hı hı. topla 8'in kvadratı. Hı hı. O da edir 10'dan 10. Doğrudur. Kök altta Üçüncü 100 o da tapşırıq. 10. Bəli, kökdə 100, o da 10. Doğrudur. Üçüncü tapşırıq. Sənan üçüncü tapşırığı izah elə. Sənan. Sənan üçüncü tapşırığı izah elə. Mən 5 kəsirik bu tərəfə x üstü 4 eləyir 16. Hı hı. O da 2 üstü 4 eləyir də. Bəli, yəni müsbət mənfi. Mənfisini də götürürük, müsbətini. Kiçik kök istədiyinə görə mənfisini götürürük. Mənfisi. Bəli. Dördüncü tapşırıq. Fatimə, Muradlı Fatimə. 4-də mən o kök altı birinci məxrəc sıfırdan fərqli eləyirik. Hı hı. X 2-yə bərabər ola bilməz. Kök altındadır və sürətdədir deyə x topla 4-ü sıfırdan böyük bərabər eləyirik. Hı hı. Kükün altı mənfi ola bilməz. X da mənfi 4-dən böyükdür. Hansı variant olacaq? Sonra ədəd oxunda eləyib C almışam cavabı. Hə, bir də şurada burada xətti də qoya bilər ya. Hə, mənfi 4-dən böyüklər, amma 2 deyil. Doğru cavab C variantıdır. Düzdür. Beşinci tapşırıq. Muradlı Əli izah elə beşinci tapşırığı. Vurma olanda toplama olurdu. Orada olur 2 üstü 3 üstə gəlsin 8. 3x üstə gəlsin 8. Yaxşı, 3x deməli üstləri yoldaşımız topladı. 3 topla 3x topla 5 elədi. 3x üstə gələk 8 bərabərdir. Aha. 4 üstü 10'da 220 demək də. Bəli, 4 üstü 10, 4 2-nin kvadratı üstü də 10, 2 üstü 20. 3x plus 8 bərabərdir 20'yə. Aha. X da bərabərdir 4'ə. Bəli. Doğrudur. Altın deyim. Mənim deyim də yaxşı balacaydı. Amin denən. Yeni qalır yerində. E kubu verir mənfi yeni. E kvadrat mənfi 1. Bir də üstəyənsini gedir 0 qalır. Bəli. Deməli, i heç i kubu mənfi idi, i kvadratı mənfi 1-dir, i üstü 4 də 1-dir. Burada da bunlar gelirlər. Doğru cavab 0. 7-ci tapşırıq. 7-ci, Nərgiz yenə 7-ci tapşırığı. Nərgiz. Hə, 7-də bizə mənfi 3,56 verib. Bunun tam hissəsini hansı iki ədəd arasında yerləşir? Bu da mənfi 4 ilə mənfi 5. Yox, mənfi 3 ilə mənfi 4. Bəli, mənfi 3 ilə mənfi 4-ün arasında yerləşir. Çünki mənfi 3,56 sol tərəfində və sağ tərəfində, bir tərəfində, digər tərəfində mənfi 3, mənfi 4 olur. 8-də izah elə bu asan idi. 8-də dəqiqə 8. Hə, 8-də 25 üstü B bərabərdir 125 üstü X-dır. deyəsən. Mhm. Bəli, burada 5-in kvadratı, 25-i 5-in kvadratı yazmışam. Mhm. 125-dəki 5-in kubu. Mhm.
5 üstü 2b bərabərdir 5 üstü 18-ə. 2b 18, b olur 9. Demək 2b bərabərdir 3x. Kitabda deyir ki, tənliyin kökü 6-dır. Yəni 2b bərabərdir 3 vur 6, Bəli. 18. Beni də tapdın 9. Doğrudur. 9-u izah Deyəli Üstad. Deyir, torbada 5 ağ, 7 qırmızı və 8 sarı kürə var. Təsadüfən ki, kürənin müxtəlif rəngli olması hadisəsinin ehtimalını tapın. Hı -hı. 20-dən, deməli, məxrəci yazırıq. Kombinezon 20-dən 2. 20 hardan çıxdı izah elə? O pişik cəmidir hamısının bir yerdə. Bəli. 5, 7, 8. Bəli. Hı -hı. Oradan ikisi dənə seçilir deyə kombinezon 20-dən 2. Hı -hı. Sonra yuxarıda yazılır kombinezon 5-dən 1, 5 ağdan biri vurulsun kombinezon 7-dən 1. Niyə? Çünki bir ağ, bir də qırmızı çıxa Çünki bilər. müxtəlif rəngli deyir. Ayşə, müxtəlif rəngli deyəndə hansıları ola bilər? Ağ, Ağ, qırmızı, ağ, sarı, qırmızı, bir də qırmızı, sarı. ağ, sarı, bir də Qırmızı, sarı. qırmızı, sarı. Və bunları da nə edəcəyik səncə? Vuracaq, toplayacaq. Toplayacağıq. Ay, Ayrı-ayrı. sağ ol, ay, sağ ol. Hə, nə yazırıq? Davam eləyək. Kombinezon 5-dən 1 vurulsun kombinezon 8-dən 1. Hı -hı, Üstə gəlsin kombinezon 7-dən 1 vurulsun kombinezon 8-dən 1. hı -hı. Sonra cavabı denən. Sonra cavab 190-da 131. Hı -hı. Yəqin ki, hesablaman düzdür. Uşaqlar, amma açıq sual olsa, bu kompleks eləmə kombinezonu açırsınız. Nəyi hardan yazdığınızı balaca da olsa izah edirsiniz. Faktorialları qoyursunuz. Birbaşa cavab yazmaq olmaz. İndi burada vaxt yoxdur deyə deyirəm elə cavabımız deyil, kifayətdir. Əsas yolun başa düşün. Amma açıq sual olsa görürsünüz OTK-nın açıq sualında çoxuzdan ehtimalın belə birbaşa yazmışdınız deyə cavab balınızı kəsmişdilər. Ona görə heç olmasa hər birini ayrı-ayrı da açmalısınız. 10-cu tapşırıq. Deməd nə? Müəllimə. Deməli Bizdə nə? başım düşdü, indi yandılar, ona görə girdim indi bu dəqiqə. Hə, onda sən deyildin demək istəyən. 10-cu tapşırıq Aysun Mən sən deyim. idin. Denə. Bəli. De. Deməli bizə A2 ilə A10-un cəmini 26 verib. İlk 11 həddinin cəmini istəyir. 11 həddin cəmi də A1 üstə gəlsin A11 bölünsün 2 vurulsun 11 olur. Elə A2 üstə gəlsin A10 bizə elə 26-ın yarısı 13-ü verir. Yəni Gözlə. A1 üstə gəlsin Aha. A11 bölünsün 2 13-ü verir. Hı -hı. 12 ilə 11-ə vuranda 143. Bəli. Bax, yoldaşımız deyir ki, müəllim, bunların indeksləri cəmi də 12-dir. A1 ilə A11-in indeksləri cəmi də 12-dir. Bizə bilir ki, ədədi silsilədə indeksləri cəmi nədirsə, özlərinin cəmi də odur. Deməli, A2 ilə A10-un cəmi 26-dırsa, A1 ilə A11-in də cəmi 26 olacaq. Ona görə 26-ı 2-yə bölürük. Aldığımız cavabı da 11-ə vururuq. Doğru cavab 143. Tamam, bir deyim. Demaysa. Mən orada hər tərəfi kvadrata yüksəldirik. 3 qız çıxılsın 2 bərabərdir 25. O da olacaq 3 qız bərabərdir 27. O da olacaq 9. Bəli, doğrudur. Mən deyim 12-ni müəllimə. Demədi nə? 12-də burada k bölünsün x funksiyasının qrafikində 3 ilə mənfi 24 verib. Burada 3x-dir, mənfi 24 də y-dir. Ona görə olur ki, mənfi 24 bərabərdir k bölünsün 3 olur. Burada k-nı mənfi 72 tapırıq. Burada f mənfi 6-ını da istəyirsə, fx bərabərdir mənfi 72-ni də x-ə bölürük. Yəni y bərabərdir mənfi 72 bölünsün x. Burada mənfi 72-ni mənfi 6-ya böləndə 12 edir cavab. Bəli, biz buradan k-nı tapmışıq. Düsturumuzda k sabiti dəyişmir. Ona görə Bəli. mənfi 72-ni də mənfi 6-ya bölürük. Doğru cavab olur 12. Doğrudur. 13-cü tapşırıq. Uşaqlar, 13-cü tapşırıq ümumiyyətlə kompleksin arqumenti görsəz, birinci o buraxılışdan çıxarılıb. 14-cü tapşırıq. Deyim müəllim 14-ü. De təxminə. Burada dərəcə salmana yazmışam. 10 vurulsun, bir üstə gəlsin, kosinus 2x O uzundur, bölünsün 2. o yol uzundur. Gəlməsə daha qəşəng Yəni. yolunu deyim. Yadında saxla. Əgər misalın içərisində ancaq sinüs kvadratı və kosinüs kvadratının arasında toplama görürsənsə, sinüs kvadratına 1 verəndə kosinüs kvadratı 0 olur, kosinüs kvadratına 1 verəndə sinüs kvadratı 0 olur. Başa düşdün? O hardan çıxır? Bax, 10 kosinüs kvadratını parçalayıram. 8 kosinüs kvadratı, üstə gələ 2 kosinüs kvadratı, üstə gələ 2 sinüs kvadratı. Düzdür? Burada 2-ni çölə çıxardanda olur 8 kosinüs kvadratı, üstə gələ 2. Sənin də ən böyük qiymət istədiyinə görə ən böyük kvadrat, kosinüs kvadratı ən çoxu 1 ala bilər. 8-in də üstünə 2 gəlirəm. Dərəcə salma eləmək olar, amma bir balaca uzun gedir.
15-ci sual da törəmədir. Lazım deyil. Keçək o birisi səhifəyə 16-cı suala. 16-cı sual. Aydan Mən izah deyim, elə mən deyim. 16-nı. Aydan izah eləsin, oradan digərində sən izah eləyərsən. 16'da deyir ki, müstəvi üzərində olmayan nöqtədən müstəviyə 13 sm və 15 sm uzunluğunda 2 mayl çəkilmişdir. Kiçik maylin müstəvi üzərindəki proyeksiyası 5 olarsa, böyük maylin müstəvi üzərindəki proyeksiyasını tapın. Əgər 5-dirsə 13, 5, 12 olur digər katet. 12, 15, oradan da x tapanda 15'in kvadratından 12'in kvadratını çıxırıq. O da 9'un kvadratına bərabər olur. Bəli, doğrudur Pifaqor teoreminə görə. 17 nə deyən orada? Burada mənim x kvadrat çıx 10, üstə gəldi. 2 bərabərdir 0 deyib. Deməli, 17. hə 10 deyirəm də mənim. Mhm. Deməli 2 verib, x1 üstə gəl x2, yəni kökləri cəmi 10-dur. x1 çıx x2-ni də 6 verib. Buradan sistemə salıb toplayırıq. x2-lər gedir. 2x1 16 edir. x1 də 8. x2-ni də buradan tapırıq 2. O da x2-ni istəyir, yəni x1, x2-ni, o da edir 16. Doğrudur. Kümüz olur. Deyim 18-i. Kökləri hasilidir. De vəfa. Deməli 18-də loqaritma 6 üstü, elə bil ki, loqaritma qaydasına görə 6 üstü 0, loqaritma 4-də loqaritma 2x-ə bərabərdir. 6 üstü 0 da 1-dir. Yəni loqaritmanın, bax buradakı loqaritmanın 1 olması lazımdır ki, bizə 6 üstü 0 olsun. 6 içində 1 0-a bərabər olsun. Yəni loqaritma 4 əsasdan loqaritma 2-dən x-i nə dedik? 1 dedik. Davam elə. Sonra yenə loqaritma 2-də x-i 4 üstü 1-ə bərabər eləyəcəyik. X-i də tapanda 2 üstə 4 olur, o da 16. Doğrudur. On 9-cu tapşırıq. 19'u. Demədin. Uşaqlar, salam. Deməli, birinci tapşırıqdan başlayaq. Abbas, birinci tapşırığı izah elə. Bunu mən yazmamışdım. Yaxşı, onda Deyim mən müəllimə. Aysu izah elə. Deməli burada M03, M04 verilib. Onların kök altı kvadratları 1-ə bərabər olmalıdır. Niyə? O da ki, Niyə? çünki vahid deyil. Vahid çevrə deyəndə x kvadratı üstə gələ y kvadratı bərabərdir 1 nəzərdə tutulur. Yəni radiusu 1-ə bərabər olan çevrə. Davam elə. Bəli, ona görə də orada alınır ki 2m kvadrat 14m topla 24 bərabərdir 0. Sonra 2-yə bölürük. M kvadrat 7m topla 12 bərabərdir 0. Burada vietlə tapırıq ki 3-dən 4-dür bu ədədlər. Hasilini istəyir, o da 12. 2 mən deyim. Deməli, uşaqlar, burada m-miz hasili 12 cəmi 7 olur. Bizdən də elə köklərin hasilini istədiyinə görə doğru cavab 12. Doğrudur. D variantı. İkincini de görüm Zeynal. Burada müəllim kubun 12-dən tili olur da. 12-a Bəli. bərabər olacaq 36. Həcmi də A kubudur da. 3-ün də kubu olacaq 27 B bəndi. Bəli. Yoldaşımız deyir ki, tili 12-dən olduğuna görə bir til 3-dür. Həcmi də tapanda A kubu ilə davam edirik. Doğrudur. 3 mən deyim müəllim. Desənə. Mən burada x vurulsun, bir dəqiqə. X vurulsun 30 bölünsün 100. O da bərabərdir 14x eləyir. Sonra da mən 14x-i bir dəqiqə. 30% ziyan Yaxından dediyinə görə, bax sənə 30% ziyan dediyinə görə sənə nə qalır? X çıxılsın 14, x o da bərabərdir 210. Ay sağ ol. Bax, ki mən sənin dediyi sənin üçün başa salım da. Bax, 30% ziyan 70% deməkdir. Düzdür? 70% 210 olan ədəd necə tapılır? 210-u bölürsən 70-ə, vurursan 100-ə.
Almısan doğru cavabı? 300. Bəli. B variantı. Dördüncü mən deyim müəllim. De Aysun. Bizdən orada deməli B5 istəyir. B1 vurulsun 2 üstü 4. Deməli 3-ün üstü 4 81 eləyir. 81-i 9-a böləndə cavab 9. B variantı. Bəli, B1-imiz 9-da 1-dir. 2-ümüz 3 olduğuna görə 3-ü də 4 dəfə öz-özünə vuranda 81. Doğru cavab olacaq 9. B variantı. Peki deyim. Bircə dəqiqə bunu silin. 5-i kim deyir demək istəyirdi? Deyim. De Ümid. Uyğun tərəfləri perpendikulyar olan tutacaqlar 2-7 nisbətində deyirsə, deməli bunları cəmləyirik. 2/7 nisbətində. 9x bərabər 180, cəmi 180-ə bərabər olur. Kiçik istəyir bizdən, o da 20. Böyük istəsəydi 20-ni 7-yə vuracaqdıq 140. Bəli, x-i tapdın 20. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya bərabərdir, ya da ki, cəmi 180 dərəcədir. Nisbət varsa bərabər deyil. Ona görə cəmini 180 elədik. X-i tapdıq 20. Kiçik bucağı istədiyinə görə 2-yə vururuq, eləyir 40. Doğru cavab 5-ci sualda A variantı. Mənim altını mən deyim. Demədin. Deyir ki, parça düz xətti kəsir və onun ucları düz xəttdən 8 və 12 sm-lik məsafədədir. Onda burada düstur var idi. D bərabər kök altında A çıxılsın B bölünsün 2. Onunla eləyirdi. 12 çıxılsın 8 bölünsün 2. O da eləyirdi 2. Ay, sağ ol. Əgər parça düz xətti kəsirsə, ucları verilibsə, mərkəzdən məsafəsi fərqinin yarısı idi. Kəsmirsə, ucları verirsə, mərkəzdən məsafəsi cəminin yarısı idi. Doğrudur. 8-ci tapşırıq. Yox, 7-ci tapşırığa baxaq. Deyim 7-ni. De Vəfa. Deməli 7-də deyir ki, iki tərəfi 4,8 və 5,6 sm olan üçbucağın üçüncü tərəfini ala biləcəyi ən böyük tam qiyməti tapın. Modulda artıq B kiçikdir, C böyükdür, A plus B, yəni budur düsturumuz. 4,8-dən 5,6 çıxıram. 0,8, mənfi 0,8, 0,8 çıxır. Toplayanda da 10,4 eləyir. Burada modlu ehtiyac yoxdur. Aha. Ən böyük istədiyi üçün cavab da 10 olacaq. Bəli. Deməli uşaqlar, üçbucaq bərabərsizliyində üçbucağın üçüncü tərəfi digər iki tərəfin cəmi ilə fərqin arasında düşməlidir. Fərqini də tapdıq, cəmini də tapdıq. Ən böyük istədiyinə görə bu aralıqda yerləşən ən böyük ədəd 10 olacaq. Doğrudur. 8-i Əsmər desin. 8-də deməli 229-dur. 4 dəfədən bir təkrarlandığı üçün 29-u 4-ə böləcəyik. Qalıq 1 qalır. O da ki 2 üstü 1 olur da, yəni birinci başlayan olur deyə 2 olacaq elə. Bax, ağıllı axı. Bəs burada sən özün deyirsən ki 4 dəfədən bir təkrarlanır. Düzdür? Bəs 2-ni 4 dəfə öz-özünə vuranda sonuncu rəqəm nəyə gəlir? 4 dəfə öz-özünə vuranda 6-ya. 6-ya gəlir. Bax, onu mütləq ora qeyd elə. 6 vur 2. 12. Başa düşdün? Hə. Mən həmişə qalığı götürürəm. Qalıq olanda Yox, elə birinci. rəqəm olar ki, sənə verməz onu. 4 dəfədən 1 eləyərsən, sənə verməz. Bildiyin, bax, məsələn, burada 2, 6. Məsələn, elə rəqəm qoyaq ki, nə qoyaq? Başqa bir, yəni ümumi indi başqa bir rəqəm qabağımıza çıxanda görəcəksən ki, 6-nı 10-a, indi 6-nı 2-yə vurdun, 12 elədi deyə 2-dir. Bəs burada 4 olsaydı, 6 4-üm 24, 8 olsaydı 48, 6 yox, başqa rəqəm olsaydı, 3 Onda olsaydı. qalığı fərqli olacaqdı bəlkə. Hə. Ona görə yəni burada duran rəqəmi həmişə fikir ver. Düzdür. İndi səndə təsadüfən sonuncu rəqəm gəldi, üst-üstə düşdü. 6 niyə yazdım ora? Niyə altın yazdıq? Çünki 2-ni 4 dəfədən bir öz-özünə vurduqda həmişə sonu 6-ya gəlir. Bildim. Bir də o qaydayı yada salaq. Bax, 2-dir, 4-dür, 6-dır, 8-dir. Bunları 4 dəfə öz-özünə vuranda 6-ya gəlir. 3-dür, 1-dir, 7-dir, 9-dur. Bunları 4 dəfə öz-özünə vuranda sonu 1-ə gəlir. 0-ı neçə dəfə öz-özünə vurursan vur, sonu 0-a gələcək. 5-i də neçə dəfə öz-özünə vurursan vur, sonu həmişə 5-ə gələcək. Başqa rəqəm qaldı. Məsələn, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bütün rəqəmlərdən danışdıq.
Yəni onu yadınızda saxlayın. Sonra 9-u deyim. 9-u deyim mi? Aysu 9-u denən Şabanova. Bircə dəqiqə 9-u gətirim ekrana. De görüm 9-u. 9-da bizdən ata bölənlərin sayını istəyir. Burada onu 2 vurulsun 5 kimi yazdım. O da 2 üstü n topa 1 vurulsun 5 üstü n topa 1. Sonra natural bölənlərin sayı da qüvvətlərin üstünə 1 gəlib vururuq bir-birinə. O da n topa 2 vurulsun n topa 2 bərabərdir 64-ə. N'in kvadratı, n topa 2'nin kvadratı 64'dür. N topa 2 8, n də bərabərdir 6-ya. Bəli. Doğrudur. 10-cu Mirzəmal denə. 10-da müəllim 19 da mürəkkəb rəqəm olur. Ay sağ ol. O da 30-19 B variantı. Bəli. Uşaqlar bircə gəlin, yəni saymağa məncə ehtiyac yoxdur. Mürəkkəb bir sizə nələrdir? Yalnız özünə və birə bölünənlər sadələrdir. Bir nə təklə mürəkkəbdir. 3-dən çox böləni olanlar da mürəkkəb ədədlərdir. Bizə burada mürəkkəblər istədiyinə görə 1-i 2-ni götürmürsünüz, 3-ü götürmürsünüz. 4-dən 30-a qədər 30 da daxil olmaq şərti ilə 19 dənə ədəd sayırsınız. Mirzəmal 11-i də denə. Orada müəllim Y2 sizin dediyiniz düstur K bərabərdir Y2 çıxılsın Y1 bölünsün X2 çıxılsın X1. O da olur 16 çıxı 12 4 bölünsün 4 çıxılsın 8 -4-ə -1 C variantı. -1. 11-də doğru cavab C-bəndir. Uşaqlar başına da yazın bunu. Bilin ki X1 Y1 nədir? Bax, əgər mən 8-ə X1 12-yə Y1 desəm, 4-ə X2, 16-ya da Y2 deyəcəm. Və bu düsturla da yerinə qoyub həll edirik. 12-ci tapşırıq. Mən deyirəm. Fatimə Zeynalova. Burada deyir ki, birinci qabda duzluğu 40% olan 20 litr, ikinci qabda duzluğu 20% olan 30 litr məhlul var. Bu məhlulları bir qaba töküb qarışdırdıqda alınan məhlulun duzluğunu tapın. Burada elə bil ki, qablardan getdim 40% 20 litr, 20% 30 litr. Bunları toplayanda ümumi x faizi 50 litr düşür. Aferin. Burada da hamısını qabaq-qabağa vuranda 800 üstə gəlsin 600 bərabər 50x. 50x bərabər 1400, x də bərabər 28. Aferin. Doğrudur. 13-cü tapşırıq. 13-cü tapşırığım. Emil denən 13-cü tapşırığı. Bəli, denən. 13-də 4x kvadrat 2x 64 tənliyin həllini kökən istəyir. Bərabər edəcək. Neynəyəcək? Bərabər edir 13-də. 64-ün başında. 64 nə idi? 4-ün kubu. 64 4-ün kubu olduğuna görə 4-lər gedir, ona görə 3-ə bərabər edirsən. Olur x kvadratı çıx 2x bərabərdir 3-ə. 3 keçir sola. Davam eləyək. 3 keçir sola olur 2x çıxılsın 3x bərabər 0-a. Aha. 2 cəmi olan. Hasili -3 cəmi 2 olan ədəd hansıdır? Hasili -3 cəmi 2. -1 və 3. Bildiniz? Uşaqlar bu misalda cavablarda səhvlik var idi. İndi kimsə mənə atanda qeyd eləmişdi cavabı qıraqda -1 olduğunu. Elə uşaqlar var ki, qeyd eləmişdi. Yəni asan sualda özünüz başa düşürsünüz ki, cavabda səhvlik var. Hasili -3 cəmi 2 olan ədəd -1-dən 3-dür. Bildiniz? Kiçiyin də istədiyinə görə -1. 14.
Bircə dəqiqə ekranı düzəldim. 14-ə keçək. Kim demək istəyirdi 14-ü? Mən. De Nurdan. Mən burada çoxhəddiyə bölünməsini eləmişəm. Hı? 4x Bu kvadrat üstə olsun. gəl 5 Gəl mən sənə lap üstə qəşəng gəl. yol deyim. O uzundur. Çox əlliyə bölünməsindən yazsan, çubuqlu bölmədən deyirsən də istifadə eləmisən. Müəllimə siz də demişdiniz Beyaz teoremi. Hə, bax, bir də yadında saxla ki, Nurdan Mədnənin dediyi kimi, əgər sənə kökün biri veribsə, o kökü sıfıra bərabər eləyən ədəd səndəki bu çoxhədlinin də, bax bu çoxhədlinin də kökü olacaq. Deməli, x bərabərdir -1. Onda aparırsan, axı biz demişik tənliyin kökü tənliyi sıfıra bərabər eləyən ədədə deyilir. Aparırsan x-in yerinə -1-i qoyursan. Olur 4 vurulsun -1-in kvadratı. Üstə gələk 5 vurulsun -1. Üstə gələk 3c bərabərdir 0-a. 4 çıx 5 üstə gələk 3c bərabərdir 0-a. 3c bərabərdir 1-ə. C də olur 3-də 1. Başa düşdün? Bəli. Sən də 3-də 1 almısan? Bəli. Hə. Yəni bu yol daha rahat yoldur da. Dediyin yolla, sənin dediyin yolla eləyəndə uzun gedir. Olar ki, hesablama səhv eləyərsən. Bu misaldan qabaqda 2-3 dənə görmüşəm mən. Sınaq deyəsən 24-də də var. İndi izah elədikcə qabağımıza çıxacaq. Keçək növbəti səhifəyə. 15-ci tapşırıq. Mən deyim müəllimə. Dinərciz. 15-də diaqonallara hasil 32 verir. Rombun sahəsini istəyir. O da D1, D2 bölü 2-dir. 32 bölü 2, 16. Bəli. 16-cını da denən Nərgiz. 16-nı dəqiqə. Hə. 16-da x kvadratı topla y kvadratı çıx 6x topla 9 bərabərdir 64-də. Burada x kvadratı çıx 6x, 6-nı 2-yə bölüb kvadratı 9, sonra çıx 9, yəni müxtəsərə gətirmək üçün. Üstə gəl y kvadratı topla 9 bərabərdir 64-də. X çıx 3-ün kvadratı, x çıx 3 mötərizə kvadratı üstə gəl y kvadratı 64. Burada radius 8 olur. Sonra diametrini istəyir deyəsən, o da 16. Bəli. Radius 8 isə diametr 16 çevrənin tənliyidir. Doğrudur. 17-ci tapşırıq. Deyim mən. Çinarə dinən. Bir ədədin qüvvəti 14 verirsə, onda biz A ilə B-nin üstünə baxırıq da. Afərin. 6 üzərinə gəlsin 2-nin bərabərdir 14. Oradan n tapırıq 4. O birisinin də qüvvətini deyəndə n-in yerinə 1 qoyuruq. 2 üzərinə gəlsin 5, 7. Bəli, başla bu rəqəmlər var ha, sizi çaşdıracaq o rəqəmlər. Ona görə o rəqəmlərə baxmayın. Çünki bir hədlinin ən çox hədlinin dərəcəsini tapanda heç vaxt biz rəqəmlərin qüvvətinə baxmırıq. Ona görə yoldaşımız deyir ki, ancaq hərflərə baxırıq. N-i tapmışam 4, apar aşağıdakı bir hədlində n-in yerinə 4 yazanda birinci A-nın kvadratıdır deyə 2 oradan gəlir. 4-ün də üstünə 1 gələndə 5 eləyir. 5 də o yandan gəlir. Deməli, doğru cavabımız oldu. Dərəcəmiz, qüvvətimiz də, yəni 7 oldu. 17-ci sualda. 7 dedin Çinarə? Bəli. Keçdik 18-ə. 18. Görək kim izah edir bunu. Məmmədov Emil, Məmmədli Emil. İzah elə. Eşidirsən Emil? Bəli, müəllim. İzah elə. Birinci A-nın üstünə 5 gəlib. Tək funksiyadır. Deyir tək funksiyadır. Səndə tək funksiya olması üçün hamısı tək olmalıdır da, düzdür? Birinci tək funksiyadır. X kvadratı olan. Yox, müəllim. Niyə görə? Dinlə, səbəbini dinlə. Düz deyirsən. Səbəbi nədir? Çünki kvadratik olan funksiyalar cüt funksiyadır. X kvadratıdır. Eşidirsən məni? Bəli, müəllim. Hə.
X kvadratıdır, modulda x-dır, sərbəst həddlərdir, kosinusdur. Bunlar hamısı cüt funksiyalardır. Məndən tək funksiya istəyirsə, deməli cüt funksiya olmamalıdır. Bunun da olmaması üçün a -5 olmalıdır ki, x kvadratın əmsalı yox olsun, olmasın. Başqa orada bax məsələn 10x var. 10x tək funksiyadır. Çünki yanında x olan, x kubu olan, tangens, kotangens, sinus olan tək funksiya sayılır. Deməli 10x tək funksiyadır. Belə çıxır ki, buradan 2b çıx 8 var ha. 2b çıx 8 də sabitdirlər axı. Bu da olmamalıdır. Onda b nə olmalıdır? 4 olmalıdır. Bunların olmaması üçün a -5, b 4 olmalıdır. Aparıb -5 ilə 4-ü yerinə qoyanda həm x kvadratı yox olur, həm sərbəst hədd yox olur. Və bunların da cəmi a ilə b-nin də cəmi -1-ə bərabər olur. Başa düşdün? Bəli. Yaxşı. 19-u Omarov Murad, izah elə. On 19 müəllim tam yazan müəllimə başa düşmür. Yaxşı, 19-u onda mənə kim demək istəyirdi? Səs qırıq-qırıq gəldi. Mən deyim. Deyə Əlövsət. Deməli 19-da AX ilə 8x-i bir tərəfdə yazacağıq. Olur Aferin. AX çıxılsın 8x bərabərdir B çıxılsın 5-ə. Orada x-i mötərizə xaricinə çıxarırıq. X vurulsun mötərizə A çıxılsın 8 bərabərdir B çıx 5. A çıx 8 0-a bərabər və B çıx 5 də 0-a bərabər olarsa bu tənliyin sonsuz sayda 50 olur. Aferin. Bu zaman da Bunların fərqi eləyir A8, 3. A8, B5 olur və bunların da fərqi 3-ə bərabər olur. Doğrudur. 20 deyim müəllimə. De təxminə. Burada deyir ki, m-in hansı qiymətində tənliyin köklərindən yalnız biri 0 olar. Tənliyin köklərindən biri 0 olar deyirsə, x-in yerinə 0 qoyuruq. O da eləyir modulda m üstü gəlsin 4 bərabər 0. Modulda m -4. Bu da m-in heç bir qiymətində olur da. Çünki modulda Aferin. -0. Ay, sağ ol, qəşəng. Bax, yoldaşımız deyir ki, 20-ci sualı mən də izah edeyim. Yoldaşımız deyir ki, kvadrat tənliyin o vaxt bir kökü 0-a bərabər olur ki, kökləri hasili 0-dır. Hər iki kökü 0-a bərabər olur ki, kökləri həm hasili, həm də cəmi 0-dır. Məndə modulda m topla 4 kökləri hasilidir. Bu 0 olmalı ki, köklərdən biri 0 olsun. Onda modulda m -4 olmalıdır. Heç vaxt da modul mənfi ola bilməz, onun üçün boş çoxluq. Doğrudur. 21-ci tapşırıq. Deyim müəllim. Elvira denə. 60 sm uzunluğunda olan məftilin üstə bir hissəsini kəssək, onun orta nöqtəsinə neçə santimetr sürüşər? Üstə 1 vururuq 60-a 20 edir üstə bir hissəsi. 60-ın da ortası 30-dur. 30-dan da 20-ni çıxırıq 10. Bax, 60-ı üstə 1-ə vurduq 20 elədi, düzdür? Yəni bunu kəsdik, atdıq. Yerdə qaldı 40-ı. 40-ı. Demək ki, parçanın 40 santimetrlik parçadırsa, onun orta nöqtəsi 20-yə gəlib düşəcək. Bəs 60 santimetrlik parçanın ortası hara gəlib düşəcək? 30-a. 30 ilə də 20-nin fərqi, deməli parçanın orta nöqtəsi 10 santimetr sürüşdü. 22-ci tapşırıq. Muraddenlə Omarov. 22-də müəllim o modulda deyən -11 ilə -11-in arasında olacaq. Orada -7 ilə 4-ün arasındakı ədədlərdir. Deməli 2x 11-dən 8 3 40-da hər tərəfdə. Ay, sağ ol. Hər tərəfi də 2-yə ikiyə böldüm. 7 ilə 4-ün arasında. Tam həllərinin cəmini istəyir səndən. Sərdə cəmliyirikdə də aradakı. Neçə eləyəcək? -6, -5, -4, -4-ə qədər olanlar gedir. Bəli, 3 hissə ilə 3 hissə gedir, 4-ə qədər olanlar qalır. -15. -15, doğrudur. 24. Deyim mən. De həşim. Deyir, uzunluğu 32 sm olan vətər çevirən mərkəzindən 12 sm məsafədədir. Çevirən mərkəzindən vətərə birləşdirsək, onu yarı böləcək, 16, 12-dan 20 tapacağıq.
və deyir ki, radiusumuz 20 olacaq. Deyir, çevrənin ən böyük vətəri ki, diametrdir də, ona görə 20 vuracaq 2-yə. Ay, sağ ol. Yoldaşımız da ki, müəllim buradan bura qədər olanı verib bizə 12. Çevrənin mərkəzindən vətərə qədər olan məsafə vətəri perpendikulyardır və vətəri yarıya bölür. 16, 16. Pifaqor teoreminə görə 12, 16, burada eləyəcək 20. Biz də bilirik ki, əgər radius 20-dirsə, ən böyük vətər diametrdir. Diametrimiz də 40 olacaq. Doğrudur. Müəllimə 23 29 qaldı. qaldı. 23 qaldı. Hə, 23 yuxarıda qalıb. 23-ü də izah Deyim eləyək. mən. Kim dedi deyimi? Mən. De Aysu. Bir də 23-ü gətirim Aysu. Gözlə. Hə, denən. Perimetri 12 olan kvadrat 4A bərabərdir 12. A-da bərabər olur 3-ə. Sonra bunun xaricinə çevrəsək, Hı -hı. kvadratın diaqonalı çevrənin diametrinə bərabər olur. Aferin. D bərabərdə 3 köşüsü olur Hı -hı. diametr. Radius da bərabər olur 1,5-2. Bəli, radius da diametrin yarısıdır. 1,5 kök 2. Elə 25 də sən denən. Mən 25-də burada 2-3 nisbəti verilib, amma orta xətti verildi Ay elə sağ ol. 25. Hə, A topla hə. veri 50 olacaq. Ay sağ ol. Yəni orada artıqdır. Şərt artıqdır ya da nəsə başqa şey düşünüblər, şərtdə səhvlik edib. Diaqonalları Bəli, o verilir. Diaqonalların orta A xəttini topla B böl lazım deyil. Ay sağ ol. Əgər orta xətt 25-dirsə, oturacaqlarının cəmi də 50-dir. Doğru cavab 50. 50. Keçək növbəti sınağa. Iyirmi dördüncü tapşırıq. 24-cü sınaq. Birinci tapşırıq. Biri mətni izah eləsin. Müəllimə burada bayaq dediyimiz Bioz teoremindən istifadə Ay, edirdik də. sağ ol. Çıxılsın 2 bərabərdir 0, x olur 2. Sonra aparıb orada ifadədə yerinə qoyurduq. Olur 2-nin kubu çıxılsın. Burada 12 edirdi. 3 vurulsun 2-nin kvadratı. Çıxılsın 4 vurulsun 3 üstə gəlsin a bərabərdir 0. 8 çıxılsın 12. Çıxılsın 8 üstə gəlsin a 0 edir. 8-də gedir a edir 12. Bayaq Nurdanın misalı var da, bu ondandır. Bəli. Y variantı oldu. İkinci tapşırıq. İkinci tapşırığı mənə desin Abdullayeva Aygül. Bu da onlardan da uşaqlar. İkinci tapşırıqda Aha. x toplansın k deyir 2 əllisə bölünür. Ona görə burada x toplansın k bərabərdir 0. Tənliyin köklərindən biri x bərabərdir mənfi k-ya bərabərdir. Aferin. Bunu da Sonra aparıb yerinə qoy. Hı -hı. 2 vurulsun k kvadratı toplansın 6k. Toplansın 5. Çıxılsın 6k. Çünki k mənfi k daxı. X-in yerinə mənfi k qoyursan. Çıxılsın 6k. Toplansın 5. Nəyə bərabərdir? 0-a bərabərdir. Sıfıra niyə ki? Qalıq nə deyir? Hə, qalıq 13. Onda nəyə bərabər edək? 13-ə. Ay, sağ ol. 13-ə bərabərdir. Bildin? Bəli. 2K-nın kvadratı çıxılsın 6K. 5-dən 13 çıxanda neçə eləyir? 8. Çıxılsın 8 bərabər 0. Hər tərəfi 2-yə bölürük. Çıxılsın 3K. Çıxılsın 4 bərabər 0. Vietnamda cəm 3 fasil mənfi 4. 4 və mənfi 1. Cavab da C variantı. C yoxsa A? Yox, A variantı. A variantı. Fasili mənfi 4 cəmi 3 olan ədəd mənfi 1-dən 4-dür. Sən də A almışdın? Bəli. Yaxşı. Başa düşdünüz uşaqlar niyə 13-ə bərabər elədik? Qalıq 13 olduğuna görə. Amma bayaq birinci misalda qalıq 13 deyildi. Birinci misalda qalıqsız bölünür deyir. Qalıqsız bölünür deyəndə də qalıqsız bölmədə qalıq 0-dır da. Ona görə 0-a bərabər eləyirik. Yaxşı. Keçək 3-cü tapşırığa. Pozum. Uşaqlar 3-cü tapşırığı kim izah eləyər? Kim izah eləyə bilər? Aydan izah elə.
Burada deyir ki, A və B nöqtələrindən eyni məsafədə olan və absis oxu üzərində yerləşən nöqtənin koordinatlarını tapın. Hı. Əgər absis oxu üzərindədirsə, onda y-lə z 0 olur. Hı. Yəni C nöqtəsi desək, onun koordinatı x 0 0 olacaq. Bəli. Həmin nöqtədən A-ya qədər məsafəni tapanda kök altında x çıxılsın, 2-nin kvadratı. Hı. Üstə gəlsin 0 çıxılsın 3-ün kvadratı, üstə gəlsin 0 çıxılsın 3-ün kvadratı olur. Hı. B-yə qədər məsafəni tapanda da x çıxılsın 4-ün kvadratı, üstə gəlsin 0 çıxılsın 4-ün kvadratı, 0 çıxılsın 5-in kvadratı olur. Hı. Məsafə eyni olduğu üçün bu ikisini bir-birinə bərabərləşdiririk. Düzdür. Bu ikisini də bir-birinə bərabərləşdirəndə, yəni hamısını sadələşdirəndə axırda 4x bərabərdir 35 alınır. Hı. Oradan da x tapanda 8 tam %75 alınır. Amma burada variantda yox idi. Hı. Bax, Aydan, düz qəşəng danışdın, əla, super. Amma variantlarda sən dediyinə uyğun gələn bir dənə B variantıdır. Hesablamaya heç baxmadım, mən hesablamaya baxmadım. İndi hesablamağı səndən bir gərək yazardım, yazmadım. Baxıram ki, sən demişsən, bayaqları qayda dedim ki, əgər x oxu üzərindədirsə, bunun həm y-i, həm də z-i sıfırdır. Düzdür? Həm y-i, həm z-i sıfır olan variant o üçüncü misalda bir dənə B variantındadır. Başa düşdün? Amma indi sən demiş, aparıb yerinə qoysan, hesablamağa adam biraz ərinir də. Hesablayaq görək. Bax, məsələn, B variantını yerinə qoysan, 5,75 ilə 2-nin məsafəsi 3,75 edir. Düzdür? Kvadratı. Üstə gələk 3-ün kvadratı, üstə gələk 3-ün kvadratı. Bildiniz, niyə 3-ün kvadratı, 3-ün kvadratı deyirəm? Çünki 3 ilə 0, 3 ilə 0 çıxanda 3-ün kvadratları qalır. Bir də 4 ilə 5,75-in fərqi 1,75-in kvadratı, sonra 4-ün kvadratı, bir də 5-in kvadratı. Əgər bunların cavabları eynidirsə, B variantı doğrudur. Yox, eyni deyilsə, demək burada da səhvlik var, variant səhvliyi var. Amma ən yaxın variant B variantıdır. Verilən qaydaya uyğun gələndə, hesablama aparmayanda biz B variantını götürürük. Bildin? Başa düşdün, Aydan? Bəli, başa düşdüm. İndi bunu özünüz hesaplayarsınız. Bax, hesablamasını qoydum bura. Hesablaması uzundur, vaxtımız getməsin deyə mən eləmirəm. Boş olanda özünüz hesaplayarsınız. 4-cü tapşırıq. Hə, 4-cü tapşırığa gəlin, mən sizə izah edeyim. Yadınızda saxlayın. Ağırlıq mərkəzi medianların kəsişmə nöqtəsidir. Burada da bizə deməli verib ki, iki təpə nöqtəsi verib və medianların kəsişmə nöqtəsi koordinat başlanğıcındadır. Əgər medianların kəsişmə nöqtəsi koordinat başlanğıcındadırsa, qaydasını yazıram, amma dimdə yoxdur bu qayda. Koordinat sistemində, fəzada, x1, x2, x3-ün cəmini 3-ə böləndə, yəni ədədi ortası medianın x-ını verir. Y1-in, Y2-nin, Y3-ün ədədi ortası medianın Y-ni verir. Z1, Z2, Z3-ün də ədədi ortası medianın Z-ni verir. Bizə median koordinat başlanğıcında olduğuna görə, yəni medianların kəsişmə nöqtəsi koordinat başlanğıcında olduğuna görə hamısına 0 qoyuram. Deməli, ədədi ortamız 0-dır. Başlayaq. 2-nin üzərinə x1-im 2-dir. 2-nin üzərinə 2-dir. Mənfi 3 gələndə və üzərinə nə gələndə 3-ə böləndə 0 verir. 1 gələndə. Deməli, birinci 1 ilə başlayan cavabı götürəcəyik. Sonra mənfi 4-ün üzərinə 6 gələndə üzərinə nə gələndə 0 verir? Mənfi 2. İkinci nöqtəmiz mənfi 2-dir. 8-in üzərinə nə gələndə, mənfi 6 gələndə və onun da üzərinə nə gələndə 0 verir? Mənfi 2. Demək, 1, mənfi 2, mənfi 2 olan variant 4-cü sualda D variantındadır. Bildiniz uşaqlar? Bizə düşə bilər. Necə? Bu buraxılışa dimdə yoxdur. Köhnə dimdə yoxdur. Təzə dimdə baxmamışam, var yoxdur.
Yəni hər ehtimala qayda asan qaydadır, əzbərləyin. Yəni medianların kəsmə nöqtəsi ağırlıq mərkəzidir. Ağırlıq mərkəzi də 3 koordinat, təpə 3 koordinatın ədədi ortasıdır. Qeydə payında birdən düşər. Yəni proqramda, məktəb proqramında var. 5-ci tapşırıq. 5-i kim izah eləyə bilər mənə? Eləyim mən. De Murad. 5-ə deyir ki, A-nın koordinatları -1, 0, 4-dür. B-nin də koordinatları 8, -8 və -10-dur. Deyir ki, AB parçasında AM bölünsün MB 4 bölünsün 1 nisbətindədir. M-in koordinatlarını istəyir. AM-ə 4x demişəm, MB-yə də 4x demişəm. K demişəm daha doğrusu. Aralarındakı məsafə ümumi 5K-dır. Bir dəfə x-lərin arasındakı məsafə -1-dən 8-ə qədər məsafə 9-dur. 9 da 5K-ya bölmüşəm, K-nı tapmışam 1,8. Əgər K-nı 1,8 tapmışamsa, B-nin olan x var 8. Oradan da 1,8 çıxan da M-in qiymətini, M-in x-ini tapıram. O da deyir 6,2. Sonra da y-lara çıxmışam, y-lar arasında məsafə 8-dir. 8-ə bölmüşəm 5-ə, orada tapmışam 1,6 tapmışam. Onu da mənim 8-dən çıxanda eləyir -6,4. Sonra da 4-dən -10 arasında məsafə 14-dür. Onu da 5-ə böləndə tapmışam 2,8. -10-dan 2,8 çıxanda -7,2. A bəndi. A bəndi. İndi sənə bir dənə də düstur deyim. Ondan da sənin dediyin yol çox qəşəngdir. Düstursuz gedəndə o yolla getmək qəşəngdir. Bir dənə də düsturumuz var uşaqlar. Bunu da yadımıza saxlayaq. Yəni buraxılışa bəlkə də bu düşməz. Düşsə də düsturla eləsəz daha vaxt az gedər. Düsturumuz belədir. K1x üstə gələk K2. X1 yazın bura. K1 X1 üstə gələk K2 X2. Bölünsün K1 üstə K2. Bax, yoldaşımızın dediyi yol qısa olaraq belə yazılır. Elə bu düstur Muradın dediyi yoldan çıxır. Burada K1 ilə K2 nisbətlərdir. Kitab bizə nisbətləri 4-ün 1-ə verib. 4-ün 1-ə verib, amma biz 1-i K2 götürəcəyik, K1 götürəcəyik, 4-ü K2 götürəcəyik. Aparıb yerinə yazaq. Deməli, A-nın koordinatları -1. İndi mən x1, x2-nin şərti yazmışam. Orada y1, y2 də olacaq, z1, z2 də olacaq. Yəni, misal koordinatlarını axtardıqca dəyişəcək. X axtaranda x-ləri qoyacam, y axtaranda y-ləri qoyacam, z axtaranda z-ləri qoyacam. Deməli, burada x-imiz -1, 0, 4-dür. Deməli, x1-imiz oldu bu. Y1-imiz oldu bu, z1-imiz də oldu bu. B-də də 8, -8, bir də -10'dur. Onda bu x2, bu y2, bu da z2. Düsturda bircə yerinə qoyaq. X bərabərdir. Demək, x1-in yerinə -1 qoyacam, K1-in yerinə 1 qoyacam. 1 vur -1. Üstə gələk. X2-nin yerinə 8 qoyacam. Uşaqlar 16-cı tapşırığı kim izah edirdi? Mədinə sən idin? 16 yox, 19. 19-u. Aha, de görüm. Burada 3-cü düsturun müxtəsərlə olur. X çıxılsın y vurulsun x üstə gəlsin y bərabərdir 17. Burada x çıxılsın y1, x üstə gəlsin y də 17-yə bərabər olur. Sistem tənliyi ilə həll edirik. Y-lər gedir. 2x eləyir 18, x eləyir 9. Burada 9-dan da y tapanda 9-dan 1 çıxır eləyir 8. Sonra da orada x kvadrat üstə gəlsin y kvadratını istəyir. Ona görə də 9-un kvadratını 8-in kvadratını gələndə eləyir 145. Doğrudur. 20-ci tapşırıq. Cula yazaq elə 20-ci tapşırığı. Orta nöqtəni tapanda koordinatlar yarıya bölürük, eləyir 4. Bəli, -4 ilə 12-nin cəminin yarısı.
21-ci tapşırığı da izah elə Gülay. 21-də deyir qutda 7 ağ 5 qara kürəcik var. Yəni cəmi 12 kürəcikdir. Buradan ağ olması ehtimalı da 12-də 7-dir. Bəli. Biz bilirik ki, bir dənə kürəcik götürəndə kombinezondan istifadə etmirik. 22-ci tapşırıq. Deyim müəllimə. De Aysu. 22-də 1 bölünsün kosinüs 3x bərabərdir -1-ə. Oradan da kosinüs 3x bərabərdir -1. -1-də bizim xüsusi halımızdır. O da 3x də bərabərdir pi üstəcə 2pk. X-i də tapanda x bərabərdir pi bölünsün 3 üstəcə 2pk bölünsün 3. Qəşəng, doğrudur. 23-cü tapşırıq. Mən deyim 23-ü. De Türkanə. Kombinezon 7-dən 3, 7 faktorial bölünsün 4 faktorial vur 3 faktorialdır. Permütasiya 7-dən 3 isə 7 faktorial bölünsün 4 faktorialdır. Orada ixtisarlar gedəndən sonra altda 1 qalır cavab. Deməli 7 faktorial yuxarıda, 3 faktorial aşağıda, fərqi də aşağıda. Bir də 7 faktorial yuxarıda, fərqi də aşağıda. Sən demiş 7 faktoriallarla 4 faktoriallar gedir. Qalır məxrəcdə 3 faktorialda 1. Doğru cavab 6-da 1. 6-da 1 dedin də, hə? Bəli. Doğrudur. Aha, 24. Kim izah eləyər 24-ü? Abdin izah elə. Birinci sualda çevrəyə 2 dənə toxum çəkilir. Bunların hər birinin 15 santimetrdir. Kəsişmə nöqtəsi məsafəsində 24 verib. Burada bir dənə çərpənci alınır. Radiusları birləşdirsək. Toxumların kəsim nöqtəsi ilə radiusu arasındakı yeri birləşdirsək, oranı alfa alfa, bir də aşağında 90 alfa 2 ilə bölür. Bu 24-də 2 ilə bölünür, 12 12 olur. Qəşəng. Burada düz bucaqdır. Düzdür? Radiusdan toxumlara çəkilib deyək. Bəli, düz bucaqdır. Bura 12-dir. Bura düz bucaqdır. Bura 12-dir. Bura 15-dir. Pifaqor teoreminə görə də bunu tapa bilərsən. Bax, qaraladığım hissə tapa bilərsən. 9 doğru. Bəli, 9-dur. İndi bu düz bucağı, üst bucaq var. Bu yekə düz bucağı, üst bucaq. H kvadratı eminə görə 12-nin kvadratı bərabərdir. 9 vura. Bu çıxılı istəyə x deyək. Bax, bura. Bu balaca istəyə x deyək. 9 vur x. 9x. Orada 16 olur. Aha, indi bu düz bucaqlı üst bucaq var. Ha? Radiusa yapışan düz bucaqlı üst bucaq. 16, 12 isə elde 20 olur. Hə, bir də şəklimi qəşəng çəkim qıraqdan. Bura 12-dir. Bura 16-dır. Bu da radiusdur. Radiusumuz da olur 20. Sən də 20 tapmışdın, düzdür? Evet. Eyni yolla getmişdik. Yox, mən oxşarla getmişdim. Hə, olar. Yaxşı, çox sağ ol. 25-ci sual. 25-i heç izah eləməyən kim var? Omarov Murad. -25-də müəllim x-i çıxardırıq da mötərizənin xaricində. X-i çıxardıq, yaxşı. Aha. Burada x 0 olur. X 2-də 0-dan böyük olur da, 2-dən böyük. Məsələn, 2 ilə 0 yazdım. Ədəd oxu üzərində təyin eləyək. Məsələn, aradan bir nöqtə. 1 qoyaq. Ödəyir, ödəmir. 1 çıxılsın, yox, ödəmir. Demək, qıraqlar ödəyir. Mən də deyir ki, ödəməyən. Ödəməyən buradır, orta. Ödəməyən ən böyük tam ədəd. Hansı? Yox. Axı 2-dən 0 da ödəmir. Ona görə nədir cavab? 2. 2, bəli. Bizim ödəməyənimiz, ödəməyən budur. 0, 2. Ödəyənləri isə mənfi sonsuzluqdan 0-a can, 2-dən müsbət sonsuzluğa. Görürsən, 2 burada yoxdur, 2 yumrudur. Demək, ödəməyənlərin içərisində. Ödəməyənlərin də içərisində ən böyüyü 2 oldu. Vəssalam. Bugünlük bu qədər uşaqlar. İndi sınağın növbəti sınağı atacağım qrupa. Sağ olun. Sağ ol. Sağ ol.